Fəqihlərin nəzdində niyyətin yeri nədir? Niyyətin təfsilatı nədir? Niyyət ilk növbədə ibadətləri qeyri-ibadətlərdən, yəni adəti üzrə olan əməllərdən ayırır. İnsan hətta əsli ibadət olmayan bir əməli belə Allah rızası üçün edərsə, niyyətini düzəldərsə, onun üçün ibadət ola bilər. Onun üçün ibadət ola bilər. O yüzden niyyət birinci növbədə ibadəti adətlərdən ayırır. İkinci növbədə niyyət ibadətləri, xüsusilə biri-birinə bənzəyən ibadətləri biri-birindən ayırır. Biri-birindən fərqləndirir. Məsələn, tamamilə eyni şəkildə 4 rükət qılınan zöhr namazı və əsr namazı. Bunları biri-birindən ayıran nədir? Yalnız niyyətdir. Məsələn, səhər fəcr daxil olandan sonra, sübh namazının vaxtı girəndən sonra insan 2 rükət namaz qıla bilər. Bu gecikdirilmiş vitrin qəzası ola bilərmi? Ola bilər. Sübh namazının 2 rükət sünnəsi ola bilərmi? Ola bilər. Sübh namazının fərzi ola bilərmi? Ola bilər. Bunu fərqləndirən meyar nədir? Yalnız niyyət. Məsələn, bir insan digərinə bir miqdar pul bəxşiş eləyə bilər. Biz kənardan bir insanın digərinə pul verdiyini görürük. Həmin o pul sədəqə ola bilərmi? Ola bilər. Zəkat ola bilərmi? Borc verə bilərmi? Borcun qaytarılması ola bilərmi? Mükafat ola bilərmi? Məvacib ola bilərmi? Kəffarə ola bilərmi? Bu hamısı mümkündür. Bəs bunun hökmü nəyə görə olacaq? Meyar nədir? Niyyət. Hansı niyyətlə veribsə, Allah qatında da onun hökmü o niyyətə görə verilir və qəbul edilir. Hətta qeyd etmək lazımdır ki, bəzən eyni bir əməl məhz niyyətə görə ibadət də ola bilər. Allaha yaxınlıq ola bilər. Allah uzaq eləsin, şirk də ola bilər. Hər hansı bir əməl, eyni bir əməl, tamamilə şəkli, zahiri eyni olan bir əməl günah da ola bilər. İnsan bunun mahiyyətindən xəbərsizdirsə, onun üçün mubah, halal da ola bilər. Hətta insan xeyrə, üsul üzərində niyyət edibsə, həmin əməl hətta əsli günah olan bir işdirsə, savabı da ola bilər. Ona görə niyyət həddindən artıq mühümdür. Və təsadüfi deyil ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bunu bu şəkildə ifadə eləyir. Əməllər niyyətlərə görədir. Əleyhissallahu bikafin abdən